Əkizlər bürcü havanın nəfəsindən doğulmuş üçüncü bürcdür. Zamanın başlanğıcında tanrılar ona sözün sehrini, düşüncənin gücünü və dəyişməyin sirrini verdilər. Onun addımı külək kimi sürətli, baxışı isə işıq kimi itidir. O, hər yerdədir, çünki ruhu bir deyil, iki aynada əks olunan bir aləmdir. Söz onun silahıdır, maraq isə heç vaxt sönməyən məşəlidir. Əkizlər bir yerdə dayanmaz, çünki həyat onun üçün sonsuz səyahətdir. O, dostunu güldürər, düşmənini çaşdırar. Onun ağlı daim oyaq, qəlbi isə daim axtarışdadır. Ədaləti külək kimi dəyişkəndir, amma səmimiyyətini hiss edən insan onun dünyasında yer tapar. Əkizlər sevirsə, həyatına rəng qatar. Nifrət edirsə, səni heç vaxt görməmiş kimi davranar. O, sadəcə insan deyil, sözün və nəfəsin qədim var.